Ceyhun müəllim, oyunlar üçün, oyun asılılığı ilə bağlı sizdə rahat müalicə var, hə? Tamaşaçılar soruşur. Bəli, məsələ ondadır ki, son illər ölkəmizdə qumar asılılığı sürətlə artıb. Bu da onlayn oyunların geniş vüsət alması ilə bağlıdır. Müəyyən dərəcədə oyun asılları, qumarbazlar reabilitasiyaya gələndə anlayana kimi ki, asıllığın kökü birdir. Narkomanlara qərəzlə yanaşırlar və yaxud da alkogoliklərə qərəzlə yanaşırlar. Onlarla bir yerdə sağalmaq istəmədiklərinə görə və onlarda qəbullanma gec baş verdiyinə görə bunları nəzərə alaraq biz iqramanlar üçün ayrıca bir korpus açmışıq. Oyun asılılığı, ludamaniya deyilir buna elmi adda. Yəni sırf orada oyun asılları müalicə olunur və onlarla işləyən mütəxəssislərin də oyun asılılığı ilə bağlı təcrübələri var. Vaxtımız azdır. Könüllü olaraq gələn olurmu? Məsələn, mərkəzin qapısını döyüşü mən gəlmişəm müalicəyə. Bəli, var. Maraqlı.